Bax, mən indi öyrəndik. yazıram. Yazıram indi. Məsələn, bax. Hərfləri de baxın başdan. Baş hərflərin sadəcə. Mən aynı hərfini A olaraq deyəcəyik də. Indi, deyirsən. Aha. Onda Ə. Bu N. Bu da X. Yox, bu da A. Bu da G. Bu da G. Bir də. Bunları de baxın. H. R. Z. H. Şimdi hemen şu harf. Ellim H deyirsən. Sonra A. H. Bu da Y. 2 nokta ha Y. Sonda da Y hərf. Musa, sən də baxım indi. Bismillah. X. Nundur bu. Yox. Nun onda- birləşir özündə. Anladım. Onda Z'dir. B. B. Va. V. Ayn. Ə. Qaf. Baş hərflərindən Q. Q. Bu da K. K. Belə. İndi bugün çox dərsimiz uzun dərs olmayacaq, qısa bir dərs olacaq və 3 hərəkə keçəcəyik bugün inşallah. 3 hərəkə. Bu da Ə, İ, U hərflərdir. Məsələn, yazırıq bura. Deməli, 3 hərəkə var. Əgər hərfin üzərində bir xət yazılarsa, bu Ə hərfidir, Ə. Deməli, bu hərfin baş hərfi ilə bu hərfi birləşdiririk, Ə-ni birləşdiririk. Yəni, bu K hərfidir, kəf hərfi, K. K-nın üstündə xət olanda olur K. K. T-nın üstündə xət olanda olur, bu T-dır, T. Üstündə xət olanda olur H. B hərfidir. B-nın da üstündə xət olan B. Sonra biz bunu oxuyuruq. K, T, B. Kətəbə. Bu formada. K, T, B. Yazırıq. X hərfidir. Üzərində bir xət. Ə. Bu Ədir. Amma X hərfində Ə oxunmur. X oxunmur. Hansı hərflər ki, o hərfdə ikinci hərf A hərfidir, o hərflərin üstündə xətt olanda A oxunur. Məsələn, X hərfi. X hərfinin ikinci hərfi A-dır deyənə, üstündə xətt olanda olur X. X yox, X. Yəni, qalın hərflərdir. Qaf hərfi. Qaf hərfinin ikinci hərfi A olduğuna görə,
bunun üstündə xətt qoyanda, qaf hərfinin üzərinə xətt qoyanda olur qa. Q yox, qa. Ləm hərfi. Ləm hərfinin ikinci hərfi ə olduğuna görə, yəni incə, ə olduğuna görə onun üzərinə xətt qoyanda olur lə. Yox, məsələn, sin hərfi olsun. Sin hərfi yazırıq. İkinci hərfi nə ədir, nə də a. Yaxud da şin hərfi olsun. Şin hərfi. Şin hərfinin üzərinə, yəni şin hərfinin ikinci hərfi a olmadığına görə, buna görə biz şa oxumuruq. Şə oxuyuruq. Şə. Şə, kə, ra. Ra ikinci hərfi a olduğuna görə, qalın hərf olduğuna görə, ona görə şə, kə, ra oxuyuruq. Şəkərə yox. Və yaxud da ki, şa, kə, rə yox. Şə, kə, ra. Yəni, bir sözlə, hərflərin, keçdiyimiz olan hərflərin ikinci hərfi qalın hərf olarsa, a hərfi olarsa, a. A hərfi olarsa, üzərinə xətt qoyanda a oxunur, ə yox. Məsələn, Ümid, Bəli. oxu, bunu baxaq. Bax, Hələsə. Yox, cələsə bir nöqtə. saxladı. Yəni, üzərində xətt oldu, ələr oxunur. Bax, deməli. Oxu, bunu baxaq. Xa, onun hərfidir elə. 2 nöqtə. Xa, təə, mə, xatəmə. Xatəmə. Aha, xatəmə. Bu xa qalın olduğuna görə xatəmə. Yəni, Məsələn. qalın hərflərdə A hərfi səsini verir, incədə də Ə hərfini elə. O birilərində də ə hərfi. Qalınlarda a, o birilərində ə. Yazaq bura, məsələn. Bunu oxu baxaq. Səyəra, səyəra. Səyəra, səyəra. Oxuyuruq belə, səyəra. Birbaşa oxuya bilirsə oxuyuruq, oxuya bilmirsə səyəra, səyəra. Belə oxuyuruq. Deməli, bu ə hərfi idi. İndi hərfin altında xətt yazılarsa, i kimi oxunur. İ. Məsələn. Məsələn, belə. Bunu oxu baxaq. Olur. Kə, ti, kətibə. bə. Kətibə. Yəni, t-nı oxuyuruq. Bizə ancaq bundan sonra hərflərin baş hərfləri lazımdır. Hərflərin baş hərfləri lazım. Yəni ki, kətdə kəf yox, k. Bizə bundan sonra tədirsə, tə yox, t. Olur. Kə, ti, bə. Olur, kə, ti, bə. İndi başqa bir söz yazdım, oxu. İndi bunu oxu baxaq. Şəribə, şəribə. Aha, şəribə. Üçüncüsü də, sonuncu hərəkəmiz də U hərfidir. Yəni, hərfin üzərində yəni, damma olarsa, adı dammadır. Bunu yazaq lap başdan. Məsələn, əlif yazırıq, üzərində xət. Əlif yazırıq, altında xət. Əlif yazırıq, üstündə balaca bir vav. Deməli, bu hərəkənin adı fəthədir. Fəthə. Yəni, üzərində yazılan bu hərəkənin adı fəthədir. Altında yazılan hərəkənin adı, hərfin altında yazılan hərəkənin adı kəsrə.
və üstündə vav hərfinə oxşayan, baxın vav hərfidir sanki. Vav hərfinə oxşayan hərəkənin adı isə dammadır. Bu halda bu formada bilinir yəni. Məsələn bir söz yazırıq indi. Bunu oxu Ümid. Tamam, kutibə. Kutibə. Aha, maşallah, bax belə. Bu formada. Sən oxu. Xuliqa. 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 Növbəti sözümüz. Bunu oxu. Duzibə. Bu ra hərfi. Duribə. Aha, duribə. Ha deyirsən duribə. Sonra birləşdirsən duribə. Bu formada. Duribə. Məsələn, bunu oxu. Rukiyə. Aha, rukiə. Rukiə. Rukiyə. Rukiə. İni deyim, müəllim. Rukiyə, yoxsa rukiyə? Rukiyə. Rukiə. Rukiə. Rukiyə. Hamısını demək lazımdır. Rukiə. Bu qaflandır. Bu necə oxunur? Radır. Rukiyə. Rukiə. Rukiə. Rukiyə. Elə bir yaxşı sözdür də, müəllim, yox? Bayaqki rukiə, bu rukiə. Bu qafdır, o birisi kəf. Rukiə, rukiə. Deməli, indi siz tapşırıq ondan ibarətdir ki, məsələn, yazırsınız, istədiyiniz 10 ədəd, hərəsinə 10 ədəd, məsələn, fəthəyə 10 ədəd və yaxud da 5 ədəd olsun. Fəthəyə 5 ədəd, kəsrəyə 5 ədəd, dammaya 5 ədəd, bir də qarışıq 5 ədəd. Məsələn, yazdıq kəf, tə və istədiyiniz hərfləri qarışdıra bilərsiniz. Yazırıq birinci tapşırığımızda. Kətəbə, cələsə, xatəmə, məsələn, yazsan. Cələsə, xatəmə. Yazırsan. Əlifə, fəthəyə aid. Üstündə yazılanlara. Sonra keçirsən başqa hərfləri. İstədiyin əlifbadan bütün hərflərdən seç qarışdır. Yazırsan məsələn ta, ayn, mim yazdın. Sonra ona hərəkət qoysan. Məsələn taimə. Məsələn cəlisə. İstədiyin fərq etməz. Yəni və dammaya aid. Məsələn hu, tu, bu. Və yaxud da ki cəlusu. Və yaxud da cəlusə fərq eləməz. Bunların hamısına aid yazın, sonra onu da gözəl şəkildə oxumağa çalışın. Elə hərfləri də biz Quran oxumağa başlamamışdan qabaq, hərfləri gözəl şəkildə dabt eləməyimiz, yəni gözəl şəkildə qavramağımız lazımdır ki, Quran-Kərimi oxuyanda kirləşə qalmayasan. Bu hansı hərf idi görəsən? Bu altında 2 nöqtə, üstündə 2 nöqtə, bunlar hansıdır qarışdır. Yəni, onu Quran oxuyanda o şeyi fikirləşməyəsən. Çünki o artıq bir işdir. Yəni, sənin onu fikirləşməyin təməldən yaxşı oxumağın lazımdır ki, sən Quran-Kərimi oxuyanda artıq
hərf haqqında fikirləşməyəsən. Sən dərhal baxan kimi biləsən, bax bu k idi. Ku, ti, bə, məsələn, ku, tu, bu. Baxan kimi dərhal yəni hərfin bircə hərəkəsinə baxasan. Hərfi artıq sənin beynində əzbərə qalmalıdır. Yəni hərəsinə aid 5 dənə 5-5 və qarışıq da. Məsələn, sonda hamısını yazandan sonra 3 dənə hərf və yaxud da 4 dənə, 5 dənə də hərf yaza bilərsiniz. Məsələn, götürək. Hərflər yazın. İstədiyiniz hərfləri. Xa, ta, mim, hə, yə, əyn yazdınız. Mim, hə, yə. Artıq sonra buna hərəkələr qoşmağa başlayın. Xa, ti, mə, u, yə, u. Sonra yavaş oxumağa başlayın bunu. Xa, ti, mə, hu. Xatiməhu, yə'u. Xatiməhu, yə'u. Yəni belə birləşdirin hərfləri bir-birinə birləşdirib yazın sona qədər. Sonra onu hərəkələməyə başlayın. Məsələn, yazırsınız belə. İ ilə. İ, sə, ti, mu, nə, i. Yazın məsələn, bax belə. İ'ni yazanda əynin altında yazın, belə bu formada. Sonra oxumağa başlayın. İ, sə, ti, mu, nə, i. Yəni istədiyiniz sözü, hərfləri yaza bilərsiniz. Sonra hərəkələməyə başlayın. Əsas odur ki, yəni Quran-Kərimə başlamamışdan qabaq hərfləri rahat şəkildə baxan kimi tanıyaq. Yəni əsas olardı. Sualı olan var nəsə? Aydın olmayan bu dərsdə. Hərfləri inşallah gələn dərsə yazın. Mütləq bu dərsi kim yazsa, çalışmaları kim yazsa, Telegram kanalında olan şərh bölməsinə göndərsin və yaxud da Ümid qardaşı göndərsin, o mənə göndərər. Bir şərh bölməsi açarıq inşallah Telegram kanalında, tapşırıqları bölməsi. Ora göndərərsiniz, baxaq, başa düşmüsünüzmü hamınız? Atmışam müəllim mən inşallah. Oldu. Subhanallah, həmdikə, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk. Salam aleyküm. Aleyküm salam.